Düzdür ki, bidət şeytana günahdan daha sevimlidir. Bunu deyiblər alimlər, mənası da səhihdir. Məsələn, İmam İbn Teymiyyə rahimehullah fətavasında deyir ki, qalə əimmətul İslam kəs-Sufyan əs-Səvri. İslam alimləri, məsələn, Sufyan əs-Səvri, ətbəy tabinlərdən olub, Allah rəhmət eləsin, və başqaları deyiblər ki, İnnəl bid'ətə əhəbbu ilə iblis minəl məsiyə. Bidət iblisə asilikdən, günahdan yəni daha sevimlidir. Niyə? Sonra açıqlayır. Deyir ki, li'annəl bid'ətə lə yutabu minhə. Çünki bidət elə bir şeydir ki, ondan tövbə edilmir. Vəl-məsiyyətu yutabu minhə. Asilik isə asilikdən tövbə edilir. Nə deməkdir? Bidət daha sevimlidir iblisə günahdan. Niyə? Səbəbi, çünki bidətdən tövbə edilmir, asilikdən tövbə edilir, qayıdırsan. Amma bidətdən qayıtmırsan. Ona görə sevimlidir. Necə başa düşmək olar bunu? Biri soruşa bilər ki, Rəşad qardaş, bidətdən tövbə eləmək olmur. Cavab odur ki, olmur. Niyə? Çünki bidət eləyən adam, dində yenilik bir nəsə eləyən adam, düzdür, o onu həsən bir şey görür, yaxşı bir şey bilir. Məsələn, mövlud, düzdür, Peyğəmbərin mövludunu qeyd eləyir. Yaxud, məsələn, Peyğəmbərin xatirinə Allahdan nəsə istəyir. Bu bidətdir əslində. Onu edən adam yaxşı bir şey bilir. Nə gözəl əməldir. İnsan yaxşı bildiyi şeydən ötürü tövbə eləmir. Heç bir insan tapmarsan ki, salih əməlinə görə tövbə eləsin Allaha. Desin ki, ya Rəbbi, bir də bunu eləməyəcəm, qayıdıram mən. Belə şey yoxdur. Bidət edən adam ona görə tövbə etmir ki, çünki onu yaxşı bir şey bilir, gözəl bir şey bilir. Ona görə də o əməlinə görə tövbə etmir. Asilik eləyən, günah eləyən adam, bütün yer üzündə olan günah eləyən adamlar hamısı bilirlər ki, bu əməl pis bir şeydir, etmək olmaz, günahdır. Allah sevmir və ondan qayıdıb tövbə edir. Deməli, asilikdən tövbə etmək olur, bidətdən tövbə etmək olmur. Ona görə də deyiblər ki, Sufyan əs-Səvri və digər imamlar, bidət şeytana asilikdən daha sevimlidir. Yəni, daha çox həris olur ki, şeytan mümini asiliyə deyil, bidətə salsın. Mənası budur yəni.